Sənə bir sual verim. Bir insanı 15 il bir otağa salsalar və niyəsini deməsələr, o adam çölə çıxanda nə olar? Və ya bir taksi sürücüsü sənin bütün qisaslarını tək-tək alsa, ona nə qədər pul verərsən? Bugün danışacağımız bu 5 Koreya bombası sənin o sakit həyatını konkret alt-üst eləyəcək. Videonu sona qədər izlə, çünki birinci yerdəki film sənin haqq və ədalət anlayışını darmadağın eləyəcək. Elə isə başlayaq. 5-ci yer taksi driver, yəni taksi sürücüsü. Qaqa, təsəvvür elə ki, Bakıda taksiyə minirsən, sürücüyə deyirsən ki, mənim qisasımı al. O da riskə qayıdır ki, yaxşı düş qabağıma. Bax, bu serial konkret o serialdır. Dövlətin, polisin cəza verə bilmədiyi o qudurğanlar var, bax o qudurğanlar. Bax, bu taksi sürücüsü onları tək-tək tapıb konkret pərən eləyir. Hər bölümdə o ədalətin necə bərpa olduğunu görüb konkret ləzzət alacaqsan. Adamın ürəyi buz kimi olur. Bu sürücü maşın yox, konkret intiqam sürür. Özü də elə sürür ki, qarşısında heç kim dayana bilməyir. 4-cü yerdəki filmimiz The Chaser, yəni təqibçi. Qaqa, bu film konkret damar filmidir. Deməli bir dənə keçmiş polis var, amma indi peşəsini dəyişib olub Mama Rosa, yəni qadın alverçisi. Bir gün baxır ki, bunun yanındakı qızlar bir-bir ortadan yoxa çıxmağa başlayır. Bu da elə bilir ki, qızlar pulu götürüb konkret qaçıblar. Amma sən demə, məsələ heç də elə deyilmiş. Sən demə, şəhərdə bir dənə psixopat peyda olunmuş. Qızları tək-tək tutub konkret doğramaqla məşğuldur. O bütün film boyu sən o qatili tutmaq üçün ekranı cırmaq istəyəcəksən. Konkret yerində dinc dura bilməyəcəksən də. Bu Koreyalılar adamı elə gərginlikdə saxlayır ki, axırda məcbur qalıb gedib ürəyinə valerian alıb tökəcəksən ki, bəlkə sakitləşəsən. Bu filmin elə atmosferi var ki, adamın nəfəsi kəsilir. 3-cü yer I Saw the Devil. Mən şeytanı gördüm. Bax, gəldi mənim ən sevdiyim konkret nifrət sözünün lüğətdəki qarşılığı olan o filmə. Qaqa, bu film başqa bir aləmdir. Bir dənə xüsusi xidmət agentinin hamilə arvadını bir manyak vəhşicəsinə öldürür. Bizim bu oğlan qatili tapır, amma onu öldürmür. Bəs neynəyir? Onu yaxalayır, konkret sümüklərini ovur. Sonra da buraxır ki, qaç. İstəyir ki, o qatil hər gün qaçsın, bu da onu hər gün yenidən tapıb təzədən işgəncələr versin. Yəni ona ölümü konkret arzuladır da. Baxanda adamın tükləri ürpəşir. Çünki başa düşürsən ki, o şeytanı tutmaq üçün gərək sən özün də daha böyük bir şeytanı çevriləsən. Konkret intiqamın dibidir də bu film. Hələ də izləməmsənsə, ged izlə. Dostlar, 2-ci yerdəki film Parazit. Bu filmə Oscar zad veriblər. Amma o quru mükafatları boş verin. Bu kino konkret Fırıldaqçılıq Akademiyasıdır. Deməli bir dənə kasıb ailə var. Bunlar hiylə ilə tıx-tıx eləyib bir-bir vali ailənin evinə sızırlar. Biri özünü müəllim kimi sırrıyır, o birisi sürücü olur, digəri isə xidmətçi. Bunlar konkret diplomsuz kəşfiyyatçılardır. O yazıq varlıları elə barmaqlarına dolayırlar ki, adamın lap yazığı gəlir. Amma sən demə, o par-par parıldayan evin zirzəmisində elə bir qanlı sir var imiş ki, bax o finalda konkret yerində donub qalacaqsan. Həyatdır da deyib keçməyin. Bu kino adamın beynini konkret pərən-pərən eləyir. Və nəhayət ki, 1-ci yer Oldboy. Yəni bizim dedisi qoca, ixtiyar. Və gəldi bütün dünyanı lərzəyə salan o filmə. Təsəvvür elə səni küçədən götürürlər, bir otağa salırlar və 15 il oradan çıxarmırlar. Niyə? Bilmirsən. Kim eləyib? Bilmirsən. 15 ildən sonra səni riski çölə atırlar. İndi sənin tək bir yolun var. Bu işi kimin və niyə elədiyini tapmaq. Amma tapanda, kəş tapmazdım deyəcəksən. O sonluq, o final adamın beynini konkret darmadağın eləyir. Dünya kinosunun şah əsərlərindən biridir. Həqiqətən də izləməmsinizsə, gedin mütləq izləyin. Belə dostlar, bu beşlik sizin həyat enerjinizi sömürəcək. Amma sizə konkret kino ləzzəti yaşadacaq. Hansına baxmısınızsa, ya da hansı sizi daha çox şoka salıbsa, rəylərdə yazın, biraz söhbətləşək. Videonu bəyəndinizsə, o bəyəni düyməsini konkret darmadağın eləyin ki, növbəti videolar daha maraqlı gəlsin. Hələlik özünüzə yaxşı baxın.